Əziz izləyicilərimiz, tələbəmiz Talıbova Fatma xanım Yeni Şəfəq Tədris Mərkəzində 1 aylıq dırnaq qaynağı kursunu uğurla başa vurdu. Biz bu günləri inşallah Fatma xanımın diplom və sertifikatını təqdim edirik. Təqdim etməzdən əvvəl ənənəvi olaraq bütün kursumuzu bitirən tələbələrə verdiyim sualı Fatma xanıma da vermək istəyirəm. Fatma xanım necə? Bu 1 ay ərzində sizə nəsə öyrədə bildik? Bəli. Kursumuzdan razısınız? Bəli. Tövsiyə eləyərsiniz xanımlara da gəlib iştirak eləsinlər, öyrənsinlər. Öz işini qurmaq üçün vacib. Aha. Fatma xanım, təbrik edirəm. Uğurlarınız bol və davamlı olsun. Çox sağ olun. Əziz valideynlər və xanımlar, əsasda ali təhsili olmayan valideynlər və yaxud da övladının təhsili olmadığı haqqında narahat olan valideynlər, yəni şərt o deyil ki, övladınızın ali təhsili olsun. Yəni ali təhsil şərt deyil, düzdür, vacibdir, amma şərt deyil. Siz övladınıza bir peşə verməklə, əziz xanımlar, siz bir peşəyə yiyələnməklə də gələcəkdə öz gözəl karyeranızı qura bilərsiniz. Bunun üçün də bizə Yeni Şəfəq Tədris Mərkəzinə müraciət edə bilərsiniz. Fatma xanım, bir daha təbrik edirəm sizi. Uğurlarınız bol və davamlı olsun.